Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahının yerləşdiyi binada baş verən partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyi rəisi Elxan Həsənov mətbuata açıqlama verib. O bildirib ki, binanın sökülməsində heç bir siyasi məqsəd yoxdur. Burada heç bir siyasi məqsəd güdülmür. Bildiyiniz kimi dünən partlayış olduqdan həmən sonra bizim yanğından mühafizə dəstələrimiz hadisə yerinə gəliblər və yanğını söndürməyə başlayıblar və bu zaman heç onların əlində heç bir məlumat olmayıbdır ki, bu yaşayış binasıdır, yoxsa qeyri-yaşayış binasıdır, hansısa partiya yerləşir, yoxsa mənzillər yerləşir. Onlar öz borclarını, vəzifə borclarını yerinə yetirərək burada yanğını söndürüb, təhlükəni aradan qaldırmışlar. Elxan Həsənov onu da qeyd edib ki, partlayış zamanı binanın birinci mərtəbəsindəki əsas divardakı boşluqlar genişləndiyi üçün bina qəzalı vəziyyətə düşüb. Binanın birinci mərtəbəsindəki həm daşıyıcı divarlardakı boşluqlar həddən artıq genişləndirilmişdir ki, bu da binanın yük daşıyıcı qabiliyyətini xeyli aşağı salmışdır. İkinci mərtəbənin döşəməsi üzərində heç bir aşağıdakı daşıyıcı və arakəsmə divarlarla əlaqələndirilmədən istənilən yerlərdə əlavə divarlar tikilmişdir. Bugün binanın zirzəmisi tam qəza vəziyyətində, zirzəmi və birinci mərtəbə tam qəza vəziyyətində, ikinci mərtəbə isə yol verilməz bir vəziyyətdədir ki, bu insanların istifadəsi və yaşayış üçün böyük bir təhlükədir. Qeyd edək ki, binada 4 mənzil var. 3 mənzil yaşayış kimi, 1 mənzil isə qeyri-yaşayış kimi istifadə olunur.